Bir izləyicim soruşub ki, sən kasıb deyildin. İstəyirəm ki, mən bu haqda kiçik bir video çəkim, sizə izah eləyim. Şükür Allaha ki, mənim maddi imkanım normaldır. Özümə görə yaxşı qazanıram, özümə görə yaxşı həyatım var. İstədiyim yeməyi ala bilirəm, istədiyim yerə gəzməyə gedə bilirəm. Bu yaxında Fransadan təzəlikcə qayıtmışam. İnşallah başqa ölkəyə tez bir zamanda gedəcəm. Yəni ki, yaxşı yaşayıram, Allaha şükür eləyirəm. Amma buna rəğmən yenə də mən Azərbaycanda elə bir kütlə insanlar var ki, onların yanında kasıb sayılıram. Bəli. Çünki Azərbaycanda həqiqətən də çox varlı, çox zəngin insanlar var. Hansılar ki, bu çox zəngin insanlar sizin bu TikTokda, Instagramda gördüyünüz insanlar deyil ha. Azərbaycanda əsl zəngin insanlar heç bir özünü çəkib TikTokda, Instagramda paylaşmır. O Instagramda zaten özünü göstərənlər, onlar hamısı varlı olmağa çalışanlardır və yaxud özünü elə göstərməyə çalışanlardılar. Azərbaycanda əsl zəngin insanlar, onlar yəni hər şeyi altdan eləyirlər. Bunun pis mənada yox, elə insan var ki, halal qazanır. Halal, yəni ki, obyektləri var, qazanır da. Amma yenə də özünü cəmiyyətə göstərmək istəmir. Yəni ki, mən iş həyatımda da, təhsil həyatımda da bir çox belə çox zəngin insanlarla qarşılaşdığıma görə bunu çox yaxşı bilirəm. Bunu da qeyd edeyim ki, siz bu sosial media sahəsində, yəni ki, siz hazır videoları görürsüz, yəni ki, səhnə arxası görüntüləri görmürsüz. Çəkilişlərdə filan mən o qədər belə iyrəncliyi, o qədər belə yaltaqlığı, üzr istəyirəm ifadəmə görə, girənliyi görürəm ki, o insanların yanında, yəni ki, mən özümü zirvədə hiss edirəm. Şükürlər olsun ki, bugünə qədər mən pul qazanmaq üçün kiməsə yaltaqlıq eləməmişəm. Baxırsan ki, qaqaş nə boydadır. Tərpənəndə yer göy tərpənir. Dağlar tərpənir. Digər ki, gedir bir dənə birinin qabağında pula görə yaltaqlıq eləyir. Yəni ki, belə insanlarla mən nə bileyim, o insanların kateqoriyasında heç vaxt olmamışam, olan da deyiləm. Biz hal-hazırda Azərbaycanda elə bir cəmiyyətdə yaşayırıq ki, bir çox insanlar çox təəssüflər olsun ki, gedirlər kiməsə yaltaqlıq eləyirlər. Nə bilim, Instagramda, TikTokda aşağı səviyyəli hərəkətlər eləyirlər. Üzr istəyirəm ifadəmə görə, düşük hərəkətlər eləyirlər. Bugünə qədər siz görməmisiniz ki, mən bir dəfə də olsun, yəni burada düşük hərəkət eləyim. Yəni nə bilim, burada video çəkənlər görürsüz də, yəni ki, nə dərəcədə klonluq eləyirlər. Yəni ki, mən onu eləyəcəmsə heç mənə bu pul lazım deyil. Əqli cəhətdən kasıb deyiləm, amma maddi cəhətdən bir çoxlarının yanında kasıbam. Amma şükürlər olsun ki, Allaha acından ölmürəm.